Bir il əvvəl Azala məxsus sərnişin təyyarəsinin vurulması ilə nəticələnən faciə hələ də cavabsız suallar doğurur. Hadisədən bu qədər vaxt keçməsinə baxmayaraq, nə məsul şəxslər hüquqi məsuliyyətə cəlb olunub, nə də zərər çəkənlərə kompensasiya ödənilib. Əksinə, Rusiya tərəfi prosesi uzatmaq və mövzunu siyasi gündəmdən çıxarmaq istiqamətində addımlar atır. Bu aspektdə Rusiya İstintaq Komitəsinin cinayət işinə xitam verməsi xüsusilə diqqət çəkir. Qərar Moskvanın baş verən faciəyə etinasız və qeyri-şəffaf mövqeyinin bariz örnəyidir. Azala məxsus sərnişin təyyarəsinin vurulmasından bir il keçməsinə baxmayaraq, indiyədək nə hadisəyə görə məsuliyyət daşıyan tərəfdən kompensasiya ödənilib, nə də günahkar şəxslər hüquqi məsuliyyətə cəlb olunub. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Basrikinin Azal təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinə xitam verilməsi barədə qərarı bu baxımdan ciddi suallar doğurur. Qərarın əsaslandırılmasında təyyarənin güya əlverişsiz hava şəraitinə görə Rusiya ərazisində eniş edə bilməməsi və hadisənin texniki səbəbləri baş verdiyi iddia olunur. Məhz bu argumentə isnad edilərək cinayət işinə xitam verilib. Halbuki bu mövqe Rusiya prezidenti Vladimir Putinin oktyabrın 9-da düşənbədə səsləndirdiyi rəsmi açıqlama ilə birbaşa ziddiyyət təşkil edir. Putin çıxışında Azala məxsus mülki təyyarənin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində qəzaya uğradığını açıq şəkildə etiraf edib. Faktlar da bunu təsdiqləyir. Məlumdur ki, Azal təyyarəsi Pantsir S-1 hava hücumundan müdafiə raketi ilə vurulub və ağır zədələr aldıqdan sonra Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. İstintaq prosesində təyyarəyə qarşı radioelektron mübarizə vasitələrinin tətbiq edildiyi də müəyyənləşib. Bu hallar hadisənin təsadüfi texniki qəza deyil, silahlı müdaxilə nəticəsində baş verdiyini açıq şəkildə göstərir. Üstəlik, Rusiya istintaq materialları çərçivəsində həm təyyarəyə atəş açan şəxslərin, həm də bu əmri verən vəzifəli şəxslərin kimliyi müəyyənləşib. Kreml rəhbəri belə vəziyyətlərdə lazım olan hər şeyi etməyə hazır olduqlarını bəyan edib. Buna baxmayaraq, indiyədək nə hüquqi məsuliyyət mexanizmləri işə salınıb, nə də ictimaiyyətə əsaslandırılmış qərarlar təqdim olunub. Belə bir şəraitdə cinayət işinə xitam verilməsi qərarı həmçinin beynəlxalq hüququn normalarına uyğun gəlmir. Yanaşma qərəzli münasibət kimi dəyərləndirilir və baş verən faciənin obyektiv araşdırılmasına ciddi kölgə salır. Eyni zamanda bu nəticəyə də gəlmək olar ki, Basrıkin öz prezidenti Vladimir Putini təksib edir. Rusiya Federasiyasının İstintaq Komitəsinin Azərbaycan Respublikasının baş prokurorluğuna ünvanladığı və məzmunu artıq mediada yayılan məktub ilk növbədə Azərbaycan hava yollarına məxsus təyyarənin Rusiya Hərbi Hava Qüvvələri tərəfindən vurulmasında ehtiva olunan cinayətlərin ört-basdır edilməsi və bu istiqamətdə təqsirli olan şəxslərin cinayət məsuliyyətindən yayındırılması cəhdlərindən başqa bir şey deyil. İstintaq Komitəsinin bu kimi səbatsız addımlar atması, cinayət işinə xitam verməsi Rusiyanın bölgəyə, Azərbaycana və bütövlükdə bölgəyə münasibətinin səmimiliyini ciddi şəkildə şübhə altına alır. Görünən odur ki, Rusiya baş verən hadisə üzrə məsuliyyəti üzərinə götürmək əvəzinə prosesi bilərəkdən uzatmaq və mövzunu tədricən siyasi gündəmdən çıxarmaq taktikasını seçib. Cinayət işinə xitam verilməsi, kompensasiya mexanizmlərinin işə salınmaması və günahkarların məsuliyyətə cəlb olunmaması da bu yanaşmanın tərkib hissəsidir. Bütün bunlar faciəyə qarşı etinasız, qeyri-şəffaf və məsuliyyətsiz münasibətin açıq göstəricisi kimi dəyərləndirilir. Qeyd eləyək ki, 2024-cü il dekabrın 25-də Azərbaycan hava yollarına məxsus J282-43 nömrəli Bakı-Qrozno reysini həyata keçirən Embraer 190 tipli sərnişin təyyarəsi təcili eniş zərurəti yarandığı üçün Aktau istiqamətinə yönəlib. Qısa müddət sonra təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 5 ekipaj üzvü və 62 sərnişin olmaqla ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə sağ qalıb.